الحمد لله رب العالمين بارئ الخلائق أجمعين باعث الأنبياء والمرسلين ثم الصلاة والسلام على خير خلقه محمد بن عبد الله وعلى آل بيته الطيبين الطاهرين المعصومين المنتجبين. قال الحكيم في كتابه الكريم: بسم الله الرحمن الرحيم وما يذكر إلا أولو الألباب. آمنا بالله صدق الله العلي العظيم. Aziz değerli müminler, İbadet, itaatleriniz, dualarınız bu aziz günün ihtiramı xatirinə qəbul-ü müstəcab olsun. Ve İmam Rıza aleyhisselamın mevludu hamınıza, bütün ümmeti İslam'a mübarek olsun. Ve İmam Rıza aleyhisselam ki Allah'ın verdiği, bizlere hediye ettiği en büyük nimetlerden biridir ki Allah o nimetler hakkında Kur'an-ı Kerim'de danışanda buyurur: "Yevme izin letus'alunne yevme izin anin naim." Biz nimetlerden, sizden nimetler hakkında sizden sorgu sual ederik. En büyük nimetlerden biri de azizlerim Allah'ın bizlere bəxş 14 məsumdur. Ve ondan əvvəlki peygamberler de bəli yerinde 14 məsum ilahi bir nimettir ki Allah onu bizlere əta eləyib ve hemen o nimet sahiblerinden biri de bugünkü Mevlud gününün sahibi İmam-ı Rauf Mehriban Ağa İmam-ı Rıza aleyhisselamdır. Hadislerde gelip ki alimu Ali Muhammed'dir. Salavat deyin. Peygamber aleyhisselamın onun hakkında söylediği, dediği sözlerden biri de Ali Muhammed'in en bilikli şəxslərindən biri de İmam-ı Rıza'dır. İmam Rıza aleyhisselamda hususi bir inayet var. Hususi bir məqam var. Qəribəl qurabadır. Qəribəl qurabadır, zaminül ahudi, Ali Muhammeddir. Bu təbirləri Peygamber onun hakkında deyib. Onun əzəməti hakkında deyib. İmam Rıza aleyhisselam özü buyurur, ağanın hakkında olan bugünkü viladət gününün sahibi ki, adı İmam Rıza'nın adı, Rıza onun ləqəblərindəndir. Yəni Allah ondan razıdır. Və onu sevənlərdən də Allah razıdır. Hər adam imamı sevə bilməz. Hər bir müsəlman imam dalınca gedə bilməz. İmam dalınca getmək xüsusi insanların, Allah bunu xüsusi verib, bunu lütf eləyib xüsusi insanlara. Onlardan biri de sizlərsiniz əzizlərim. Allah bu niməti əlimizdən almasın. İmam Rıza aleyhisselamın ehtiramı xatirinə. İmam Rıza aleyhisselam əzizlərim, adı ki, ləqəblərindən biri də Rızadır ki, bu rəqəbi Peyğəmbərimiz rəhmətən lil aləmin ona əta edib, verib. Adı Əlidir. Müsəlmanların Peyğəmbərdən sonra müsəlmanların 8-ci imamıdır. Qəbul eləyərlər də sağ olsun, eləməzlər də özləri bilərlər Allah ilə. Amma biz bir əhl-i beyt tərəfdarı kimi Peyğəmbərdən sonra 12 dənə rəhbəri özümüzə hüccət və rəhbər bilirik. Peyğəmbərdən sonra 12 dənə rəhbərimiz var bizim. Peyğəmbərdən sonra Həzrəti Əli, İmam Həsən, İmam Hüseyin, Zeynəl Abidin, Muhammed Baqir, İmam Cəfər Sadiq, İmam Hüseyin Kazım Ağa, İmam Rıza, İmam Muhammed Təqi, İmam Əli Ən-Nəqi, İmam Həsən Əskəri, İmam Sahibə Zaman. Bunlar bizim örnəklərimizdir, bunlar bizim öndə gedənlərimizdir, bunlar bizə nümunədirlər hər bir cəhətdən. Hz. İmam Rıza aleyhisselamın ki adı Əlidir.
Atası İmam Musa-i Kazım əleyhissalamdır. Hz. İmam Rıza əleyhissalamın anası Tahirə deyərlər, Xizaran deyərlər, Ümmülbənin deyərlər. Bir neçə adları var İmam Rıza əleyhissalamın o mübarək anasının adı. Nəcmə də deyərlər. Yəni bunlar tarixdə gəldiyi üçün mən sizə bunları vurğulayıram. İmam əleyhissalam dünyaya göz açıb Zilqədə ayının 11-i cümə günündə, yəni bugünkü gündə. Hamınıza bu bayram mübarək olsun inşallah. Hicrətin 148-ci ilində Mədinə şəhərində İmam Musa Kazım əleyhissalamın evində dünyaya göz açıb. Ağanın ömrü şərifi haqqında 2 dənə tarix var. 55 və 49 deyirlər. Amma 55-i daha əsəhdir. Daha dəqiqi budur, nisbət baxımından. Daha dəqiqi budur. Ömrü 55 il olub. Və bu 55 ildə 20 ilə qədər İmam Rıza əleyhissalamın ömrü şərifi olub. İmam əleyhissalamın şəhadəti düşür axırı səfər ayının Hicrətin 202 və ya 203-cü ilinə təsadüf eləyir. Kim tərəfindən? Yer üzərində təriflənmiş şəxs, səmada lənətlənmiş şəxs Məmun Əbbasi tərəfindən İmam Rıza əleyhissalamı üzüm vasitəsilə terror hadisəsi törətdi və Hz. İmam Rıza əleyhissalamı 55 yaşında şəhid elətdirdi. Niyə? Çünki İmam əleyhissalamın Mədinədən götürdü, gətizdirdi Xurasanı, məqsədi də buydu. İstəyirdi ki, İmam Rızanı ki, cəmaat çox istəyirdi, ondan elmdən bəhrələnirdilər. O vaxtı da elm daha çox yayılmışdı, tərəqqi var idi. Baxın, İmam əleyhissalamın mühazirələrinə, söhbətlərinə, xütbələrinə bütün ədyanları nə edib susturub. İstir bunun Yəhudisi olsun, istir Xristiyanı olsun, istir Buddizi olsun, istir ateşpərəsti olsun, istir kimlər olsun, kimlər olsun, kimlər olsun. Dəfələrlə mühazirələr qoyuldu. Hz. İmam əleyhissalam Allahın lütfi sayəsində bütün ədyanları yerində otuzdurdu. Tevhid dinini, ilahi dini insanlara, Allahın haqq dinini insanlara çatdırdı. Məmun dəfələrlə istirdi ki, imamı təzyiq eyləsin, imamın şənini aşağı salsın, eləyə bilmirdi. Nə elədi? Məcbur əmr göndərdi. Kimi? İmam Məmunun bir belə deyək, müdafiə naziri vardı. Adı onun tarixdə Cəlludi idi, Cəlludi. Çox qəddar, çox zalim bir onun işlərini aparan işçilərindən, nazirlərindən biri idi. Allah Məmuna lənət eləsin. Allah bütün Bəni Üməyyəyə, Bəni Əbbasilərə lənət eləsin ki, Ali Muhammədə zülm ediblər bunlar. İslamda ilk dəfə terror yaradanlar bunlar olublar. Bəni Üməyyə və Əbbasi onların dalıncaları. İşim bunda yox. Hz. İmam Rıza əleyhissalamı xəbər göndərdilər. Kim? İmam Rıza əleyhissalamı gətizdirdilər hara? Xurasana, olduğu yerə. Hz. İmam Rıza əleyhissalamın, baxın, Cəlludi ki, Mədinəyə daxil olanda, Mədinə cəmaatı çəkildi qırağa. Çünki eşitmişdilər o məlunun xüsusiyyətlərini. Bu insanda rəhm deyilən bir şey yox idi. O qədər qəddar, qan içən bir şəxs olub. Allah lənət eləsin. Cəlludi girdi Mədinəyə, Mədinədə olanlar, tanıyanlar çəkildilər. Gəldi, qaldı İmam Rıza əleyhissalamın evinin qarşısında. Qulaq asın, bir dənə hədis deyərəm, tamamlayarım. Çox uzatmaram, özümdə biraz səhətim yaxşı deyil, şükür Allaha. İmam gəldi, qaldı imamın qarşısında, əzizlərim. Dedi ki, Məmunun məktubu gəlib, sən gərək bizdən gedəsən. İmam Rıza əmr elədi ki, dedi ki, mən evə girəcəyim. İmam Rıza əleyhissalam xəbər göndərdi, evə girmə. Çünki evdə qadın var, evdə mənim bacılarım var. İnsan gərək qeyrət çəksin.
Evdə mənim bacım var, namuslarım var, evə girmə ginən. Bu dedi, yox qardaş, mən deyirəm də qardaş, o şeylərə biz baxmırıq. Əmrdir, evə girməliyəm, evi yoxlamalıyam və bizə deyilir ki, bu evdə nə bilim, qumbara var, bomba var, nə bilim, qılınc var, tüfəng var, nə bilim, nə var. Belədir, biz evi yoxlamalıyıq. Dedi ki, yox. Onda bir şərtli xahişim var. Dedi, buyur. Dedi, icazə ver, mənim bu xanımlar, bizə məhrəm olanlar çıxsınlar çölə, siz girin evə, nə istəyirsiniz, axtarışı aparır. Cəlludi, qulaq asın, Cəlludi burada İmam Rızanı eşitdi. Baba, o qəddar, o zalim burada İmam Rızanı eşitdi. İcazə verdi, xanımlar çıxdılar çölə, indi müəyyən yerə. Bunlar girdilər otağa, axtarış heç bir şey yoxdur. Yoxdur, səni aparmalıyıq, aparaq. Zaman gəldi, vaxt gəldi, bu Cəlludi Məmunun bir işini yerinə yetirmədi. Məmun onun haqqında qəzəbləndi və əmr elədi ki, Cəlludun başı bədənindən üzülsün. Qulaq asın. Əmr elədi, Cəlludinin başı bədəndən getməlidir ki, əmrdən çıxıb. İmam Rıza əleyhissalamı ki, gətirmişdi Məmun, əvvəl ona vəzifə təyin edir, mənim yerimdə otur. İmam dedi, yalan danışma, riyakarlıq eləməyin. Mənim yerimdirsə, çəkil qoy, mən oturum orada. Əgər mən də orada olaramsa, sən də orada olacaqsan, sən məni sadəcə mənim adımdan istifadə edirsən. Adın oldu. Mənim adımdan istifadə edirsən. Sən ki, gör sən Ali Muhammədə dostsun. Ali Muhammədin ən böyük düşməni sizsiniz. Mənim atamı 11 il siz zindanda saxlamışsınız. Səni atan saxlayıb. Nə danışırsan sən? Özünüzü belə aparırsınız ki, siz məsumsuz. Yəni biz günahkarıq. Mənim atama gün işığı verməmişsiniz siz. 11 il mənim atam İmam Musa Kazım, biz atamızın üzünə həsrət qalmışıq. İndi gəlib burada deyirsən ki, biz sizi sevirik. İmama dedi ki, gərək vilayəti əhdiyi qəbul eləyəsən. Yəni mənim mavinim olasan da. Məndən sonra əmrləri sən verərsən. Mən olmayanda səndən soruşsunlar. İmam rədd elədi və imamı hədələdi. Ölümlə hədələdi. İmam qaldı ölümlə, imamın vəzifəsi də mən təyin eləmirəm ki, burada əhəm mühüm məsələsi var şəriətdə. Hərdən bəzilərdə bizə irad edilir, siz nə üçün belə edirsiniz, da başa düşmürlər nə üçün belə edirik. O nə üçünü qaldı qiyabətə. Sir saxlasan deyərəm sənə, sir saxlamırsan axı. Aydın oldu necə? Elə məsələ var, adam deyə bilmir. Neysə. İmam Rıza əleyhissalam məcbur qaldı. Necə İmam Həsən Muaviyyə ilə sülh elədiyi kimi müminin vəzifəsini qutarsın. İmam Rıza əleyhissalam da sülh elədi. Məmunla vilayəti əhdi qəbul elədi. Hara qədər? Sənin işlərinə müdaxilə eləyir. Yəni hökumət işlərinə mənim işim yoxdur. Adın oldu. Hökumət işi sənliydi. Mənə sual verərlər, şər'i məsələ, nə bilim, nə hökümdən, elmi məsələ, əqaidi məsələ, mənə aid, mən qulluqdayam. Bu xalqın qulluğundayam. Amma hökumət işi isə mənlik deyil. Sadəcə sən mənim adımdan istifadə edirsən. Mən də şərait yaratmaram ki, mənim adımdan istifadə edesin. Adın oldu. İmam Rıza belə ağıllı kişi olub. Belə dini qoruyub saxlayıblar bunlar. Dini elə belə gəlməyib, əzizlərim, elə belə sən ona aşıqı olmamışsan. İmam Rıza əleyhissalam əziyyət çəkib, xəcalət çəkib. İşim onda yox, girməyim o söhbətlərə. Bu vəliyə əhdi ki, qəbul elədi, şərti buydu ki, sənin işimə müdaxilə eləməyəcəyəm, yalnız mən dini məsələləri yerinə yetirəcəyəm, Allah deyən kimi. Dini məsələ sən istəyən kimi yox, Allah istəyən kimi, bu da önəmlidir. Dini məsələ də Allah istəyən kimi icra olunmalıdır. Mən istəyən kimi yox. Allah nə cür istəyir, o cür olsun. İndi mən günahkaram, mən səhv edirəm. Mən bir gün orucumu geç tutdum, bir gün yedim, ucu mənliydi. Bu mənimlə dinə ziyan gəlməsin. İmam bu qədər özlərini qoruyublar. Yəni İmam xanım Zəhranın sözlərindən biri də budur ki, İlahi, la təcəl musibəti fid-dini. Elə eləməginən ki, din mənə görə əziyyət çəksin. Bu mən dinə görə əziyyət çəkim. Amma din mən siraca görə əziyyət çəkməsin. İnsan belə özünü aparmalıdır.
Onda İmam Rıza'ya aşık olar insan. Din mənə görə əziyyət çəkir, mən dinə görə əziyyət çəkim. Amma din mənə görə əziyyət çəkir. Din əmanətdir, din qeyrətdir, din dəyərdir, din elmdir, din sevgidir, din şücaətdir. Din bütün gözəllikləri özündə cəm eləyib. Dinsiz həyat yoxdur ki. Bir cəmiyyəti dinsiz təsəvvür eləmək qeyri-mümkündür. Buna Quranda işarə eləyir, hədislərdə uzatmayaq. İmam Rıza əleyhissalam həmən bu dinin vəzifəsini yerinə yetirdi. Vaxt gəldi, bu Cəlludi ki, məlun yenə də əmirdən çıxdı. Məmun əmr elədi, başı bədənindən üzünü. İndi mühakimə gedir, İmam Rıza'nın qurban olun. İmam Raufudur da. Çıxdı məmunun qarşısına. Dedi, məmun, dedi, bəli. Dedi, bu günə qədər neçə ildir sənin yanındayım da bir şey istəmişəm səndən, dedi, yox. Dedi, bir gün bir şey istəyirəm səndən. Dedi, istəyirəm səndən. Dedi, nə istəyirsən? Dedi, mənə görə bu Cəlludunu əff elə. Bəh. Niyə? Bir dəfə imamı eşitdi. Qeyrətli imam budur. Bir ömür sən onu eşitmisən. Bir onun buyurduğu olanı əməl etmisən. Ərasat-ı məhşər elə bilsən, sən elə belə buraxar. Cəlludi kim idi? Bunun tarixi budur da. Bir dəfə imamı eşitdi, evə girmədi. İmamın boynuna nə qoydu? Haqq qoydu. Girə bilərdi də, çünki əmrə tabi idi. İmam da belədirlər. Kim imamın boynuna hər nə haqq qoysa, and olsun Allah'a, nə dünya, nə ahirətdə əvəzsiz qalmaz. Əvəzsiz qalmaz. Əvəzsiz qalmaz. Həzrəti İmam Rıza əleyhissalam onu bağışlanmağını istədi. Bəli, məmun da onu bağışladı, amma dedi, get, səni görməyim. Sonra o getdi, aqibəti nə oldu, ondan sonra bilmirəm. Yaxşıdırsa yaxşı, pis olubsa pis. Buraya qədəri bilirəm, ondan sonrasını bilmirəm. İşim bunda yox. Həzrəti İmam Rıza əleyhissalam gözəl bir söz deyir. Dostları ilə danışanda bir şey tövsiyə eləyir. Deyir, la yetimmul aql imra'atil muslim hatta takuna fihi 10 xisal. Müsəlman o vaxtı, müsəlmanın ağlı o vaxtı kamil olar ki, onda 10 dənə xüsusiyyət olsun. Yəni bu 10 dənə xüsusiyyət onda olsa, ağlı kamildir. Olmasa naqisdir. Birinci, el-xeyru minhu ma'mul. Müsəlmandan xeyir gəlir həmişə. Müsəlmandan ziyan gəlməz. Baxın bu dünyaya müsəlmanlara xeyir gəlir, şər gəlir. Yoxdur xeyir. Müsəlmandan xeyir gələr. Müsəlman ziyan verməz. Müsəlmandan xeyir. Müsəlman dedisə, deməli Allahın əmrinə təslim olub. Qutardı, getdi. İndi kimsə əməl eləmir, bizim kimdənsə işim yoxdur. Mən misal çəkirəm, tarixi misal çəkirəm. İmam Hüseyin ağanı öldürənlər də, əhl-i beytə zülm edənlər də müsəlman adı ilə ediblər də, qardaşlar. Kafir adı ilə eləməyiblər ki, müsəlman adı ilə ediblər də. Biz ondan danışırıq. Heç kim ola bilmir ki, eyb eləməz. Mən öz evimdə, öz elimdə, öz kəndimdə yaxşı müsəlman olum. Ola bilmərəm, ola bilərsin. Yəni, məndən xeyir gəlsin də, ziyan gəlməsin. Əlinin adı gəldi, Əlidən bəli, xeyirli bir müsəlmandır. Əl-xeyru minhu ma'mul. Yəni, insanlar ona ümid verici bir insan olsun. 1. 2. Və şər minhu ma'mun. Onun adı gələndə şər yada düşməsin. Müsəlmandan şər olmasın. Yəni fikri şər olmasın, ziyan verici olmasın. Şər ondan uzaq olsun. Necə şəri başa düşürüksə düşək. Şər ondan uzaq olsun. Özün bunu şərləyir, o bunu şərləyir, bu bunu belə, o belə, nə bilir. Bu 2. 3. Yestəksirul qalilul xeyri min qayri. Öz gördüyü çox işləri az görsün. Məsələn, nə qədər çoxlu işlər görüb bu cəmiyyət üçün, onu az bilsin. Çox bilməsin.
Az bilsin ki, yəni mən heç nə eləməmişəm. O mərhum Ayətullah Burucurdi ruhu şad olsun, axır anlarında, ömrünün son anlarında gördülər ağlayır. Ona mən kitablarda oxumuşam ha. Ona sual verdi, sən niyə ağlayırsan? Sən niyə ağlayırsan axı? Deyir, niyə ağlamayım? Dedi, valla biz səni tanıyandan sən ona yaxın məscid tikmişsən. Bəlkə də çox. Kitabda adları da gəlib, hansı yerdə məscidlər tikib. Qumarxananı alıb məscidə çevirib. Qumarxanaları alıb mədrəsələrlə eləyib. Belə kişilər olub. Haram yerləri halalla əvəz eləyib. Divarları yuyub, təmizləyib, oranı mədrəsə, Quran, nə bilim, dini xidmət, dəyərlər və ilah. Biz səni tanıyandan bu qədər işlər görmüşsən. Bir dənə söz deyir, onu demək istəyirəm. Deyir, ağladı, deyir, eyyuhuma qəbillu. Onun hansını Allah qəbul edib, onu mən bilmirəm. Aydın oldu. Ona görə deyir ki, İmam Rıza Aleyhisselam deyir, müsəlmanın ağlı o vaxtı kamil olar ki, ondana xüsusiyyət olsun. Üçüncün deyirəm, yəstəktirul qəlilul xeyru min qeyri. Yaxşı iş, çox iş, kəsir, yəni çoxlu xeyr işlər görür, onu az bilsin. Çox bilməsin. Niyə? Çox biləndə loğvalıq gələr, şeytan, riyakarlıq gələr, əməlləri zaya çıxar. Ona görə desin ki, mən heç nə eləməmişim. Hələ heç nə eləməmişim. İnşallah Allah hansını qəbul edib elə, amma mən hələ heç nə eləməmişim. Bu, üçüncü, dördüncü nədir? وَتَسْتَقِلِ كَفِيرُ خَيْرٌ مِنْ نَفْسِ. Başqası ona, başqasının az işini çox bilsin. Məsələn, başqası ona hər nə kömək eləyib. Az, çox, maddi, mənəvi. Onu çox bilsin özünə, onu az bilməsin. Deməsin, bunun borcu belə də eləməlidir. Hələ bir də minnət də qoyur. Belə də olmalıdır. Onun borcu ilə bu yolu sərməlidir. Onun borcu ilə bunu tikmədir. Aydın oldu necə? Onun az işi də olsa belə, məsələn, sən evə bir qab yemək gətirib, demə bu nədir? Deyinə, Allah rozusunu bol eləsin. Çox bil onu, çox. Bu dördüncü. Beşinci nədir? La yəmmən mən tələbə həvaicə iləyih. Ona üz gətirəndə onu boş qaytarmasın. Maddi də ola bilər, mənəvi də ola bilər. İmkan təqdirdə onu boş qaytarmasın. Düzdür, indiki zamanda izah olsun sizlərdən, bizlərdən o qədər dondan istifadə olunub, adam elə yaxşı bildiyindən də qaçır. O qədər suyu istifadələri olunub bu cəmiyyətdə. İzah olsun, uzaq olsun sizdən, bizdən. Adam xəcalət çəkir bu sözü dilinə gətirəndə. Etibar saxlamırlar. Etibar, inam saxlamırlar. Yenə də hədisdir də. İnşallah ki, əməl eləyərik Allahın köməkliyi. Amma ümidimizi qırmayaq. Yaxşı da olsa, yaxşılarımız da çoxdur. Elhamdülillah. Biz ondan danışıq. Amma deyirəm, var da. Bəlkə də mən düz eləmədim, üzr istəyirəm, amma var. Min tələbə həvaicə ilək, ona üz gətirdikdə onu boş çevirməsin. Ən aşağısı bir yol göstər. Ən aşağısı bir səy ilə çalış. Altıncı nədir? Və lə yəməl min tələbə tulu dəhri ilək. Müsəlman elmlə məşğul olmalıdır. Maariflənməlidir. Maariflənməlidir. Balalarımız elm oxumalıdır. Balalarımız zəhmət çəkməlidir. Balalarımız oxuyursa onlara dəstək olmayı lazımdır. Zəhmət çək o oxusunlar. Şərait yaratmaq lazımdır. Digər kəlam buyurur ki, sonra buyurur, Əl-fəqru fillah, əhabbə iləyhi min qina. Allah yanında fəqir olmaq, Allahsız adamın yanında varlı olmaqdan onu üstün bilsin. Yəni bir insan Allah yanındadır, Allahın fikirlərinin yanındadır, amma fəqirdir. Belə deyək də, maddi durumdan çətinlik çəkir. Amma biraz hədisin içinə varanda, and olsun Allaha itaət eləyənlər, Allahın sözünü eşidənlər ən varlı insanlardır. Bax, insan bir ömür hər şey eləyib, evi, mənzili tikib, maşinlər, o bu, bir anda ruhunu aldılar ondan. Onun evinə tikdiyi ev, nə maşını, nə o, bu, heç nə ona fayda vermir. Ona nə fayda verəcək? Onun ibadəti.
Deməli, insan ibadət cəhətdən varlı olmalıdır. O önəmlidir. Allah yolunda fəqir yaşamaq ahabbə iləyhi min qina'u qeyri. Allah olmayan yerdə ki Allahı tanımır. Deyirsən gedim orada onun yanında mən varlı olacağam. Amma namazını tərk edirsən, ibadətini tərk edirsən, deyir elə eləməginə sənin ağlın naqis olar, tam olmaz. Allah yanında ol, amma fəqir ol. O qədər olub, rastımıza gəlib. Müəyyən xırda şeylərdən sonra görürsən, namaz da atılıb, oruç tutmaq da atılıb, saqqalını da qırxıb, onu da eləyib, onu da eləyib. Uzaq olsun sizlərdən. Kəsə bilməyib imtihandan. Diqqətli olmaq lazımdır. Sonra buyurur İmam Rıza Aleyhisselam, tamamlayıram. وَالذِّلُّ فِي اللّٰهِ أَحَبَّ إِلَيْهِ مِنْ قَيْرِ فِي عَدُوِّ. Allah yolunda zəlil olmaq, Allah üçün zəlil olmaq, yəni Allah yolunda təvazükar olmaq, başqasının yanında, Allah düşməninin yanında izzətli olmaqdan nədir? Fəzilətlidir. Allahın düşməninin yanında mən əgər izzətli olaramsa, elə Allah yolunda zəlil olun, bu mənim üçün əladır. Ki Allaha düşməndir, dəyərlərə düşməndir, əhl-i beytə düşməndir, şəriətə düşməndir. Gedim onun yanında mən qalım, dəyərlərini tərk edeyimsə, deyir, yox, belə eləmə. Allah yolunda zəlil ol, Allah yolunda hər kim zəlil, yəni təvazükar, yəni sadə. Allah onu qaldıracaq, məqamını uca eləyəcək. Sonra deyir, 9-cu nədir? وَالْخُمُولُ الْاِنْتَحَ اِلَيْهِ مِنَ الشُّحْرَةِ. Deyir ki, müsəlman gərək şöhrət pərəst olmasın, ad pərəst olmasın, yəni təvazükar olsun. Gözəl kəlamdır, həqiqətən gözəl sözdür, əxlaqlı sözlərdir. Təvazükar olsun. Nə qədər təvazükar olsa Allah onu qaldıracaq. Bu 9-cu, 10-cu deyirəm. İmam Aleyhisselam buyurdu, Əl-Aşir və Məl-Aşir. 10-cu və nə bilirsiniz ki 10-cu nədir? İmam belə deyir sahabələrlə. Qilə ləhu, dedilər, yəbnə Rasulillah, mahiyyə, o 10-cu nədir? Əla yaruddu əhədən illə qalə huvə xeyrun minni və təqa. Hər hansı bir şəxslə görüşdükdə, rastlaşdıqda deməməlisən ki, mən ondan üstünəm. Gələ deyəsən ki, o məndən üstündür. O məndən üstündür. Sən ki dedin, mən ondan üstünəm. Nə bilim, hər bir sahəsinə görə də ona bir şey verməzlər. Yoxsan Allah yanında belə, amma özüvi, çünki şeytan bundan istifadə edir, səndən həqiqəti alacaq. İmam Aleyhisselam buyurdu ki, deyinə, وَهُوَ خَيْرٌ مِنِّ وَاتَّقَى. O məndən təqvalıdır və Allahdan qorxandır. Burada ağıllı insanlardan söhbət gedir də. Daha gelip zalimden danışmır ki. Ağıllı insanlardan danışır. وَهُوَ خَيْرٌ مِنِّ. O məndən xeyirlidir və məndən nədir? Təqvalıdır. Ona görə İmam Aleyhisselam bu kəlamları deyəndən sonra buyurdu, وَمَا يَزَّكَّرِ إِلَّا أُولُو الْأَلْبَابِ. Yalnız ağıl sahibləri, Allahı dəyərləri düşünərlər. Allah'a and verə göz izzəti cəlalinə, Allah İmam Rıza Aleyhisselamın ehtiramı xatirinə bizləri həqiqi müsəlmanlardan qərar versin inşallah. İmam Rıza Aleyhisselamın ehtiramı xatirinə Allah'a and verək İmam Rıza Aleyhisselamın ömrünə xatir, imamətinə xatir, çəkdiyi əzab, əziyyətə xatir, İmam-ı Raufur. Allah o ziyarətini, o müqəddəs hərəmin ziyarətini bizə nəsib eləsin inşallah. Allah'a and verək öz izzəti cəlalinə ki, indi müəyyən səbəblərə görə gedə bilmirsiniz və ya gedə bilmirik. İmam Rıza Aleyhisselamın 3 dənə bacısı bizim doğma şəhərimizdədir. Məhəzzəti Bibi Həkiməni, Xədicəni, Bir-Bəbi Rəhiməni ziyarət eləmək heç də İmam Rıza Aleyhisselamın bu ziyarətindən aşağı da deyil. Hədisimiz var, özündən bir söz. Onu ziyarət eləyin bu əziz gündə ki, İmam Rıza'nın demirsən bu gündə olaydı İmam Rıza, get Bibi Həkiməni ziyarət elə, 2 rükət namaz qıl, de qardaş sən ziyarət eləmədim, bacığın ziyarətinə gəldim. O qardaşa ləzzət eləyər. O qardaşa ləzzət eləyər ki, mənim bacımı sənə axtardım.
Aydın oldu. İndi gör o qardaş da sənin necə xidmətində duracaq. Həm dünya, həm ahirətdə hədisimiz var. Vallah deyirəm, hədisimiz var. İmam Rıza Aleyhisselam deyir, hər kim məni ziyarət eləsə, 100 yerdə onun köməyinə gələrəm. Mən o imamı ki tanıyıram, o gələcək. 100 yerdə, mi'ətəl məvatin, 100 yerdə dərdinə dəyərəm. İmam Rıza Aleyhisselam deyir. Allah o məqamı, o lütfi hamımıza nəsib eləsin inşallah. Allah ham verə İmam Rıza xatirinə kimin nə çətinliyi var, maddi və mənəvi müşküllərinizi həll eləsin. Xəstələrimiz var, mənim tanıdığım xəstələrimizlə bağlı, məxsusən şəhid Zaurumuzun balası, Səlvi balamız, Həsən balamız və onun timsalında sizin tanıdıqlarınız fərq eləməz. Əsas niyyətdir. Allah hamılarına İmam Rıza xatirinə şifayı acil əta elə ginən. Allah İmam-ı Rauf'un ehtiramı xatirinə İmam-ı zamanımızı salamət və zuhurun təcil elə ginən. Allah səni an verirəm, öz izzəti bu müqəddəs gün, cümə günüdür. İmam-ı Zaman ağamızın günüdür. İmam Rıza Aleyhisselamın mövlud günüdür. Bu cəmaatın nə çətinliyi var, maddi və mənəvi. İmam Rıza xatirinə müşküllərini həll elə ginən. Böyüklərimizi, valideynlərimizi, əzizlərimizi, yol göstərənlərimizi səlamət elə ginən. Dünyadan keçən böyüklərimizi, valideynlərimizi rəhmət elə ginən. Gənclərimizi, cavanlarımızı, əzizlərimizi hifz elə ginən. Allah Peyğəmbər və Ali Peyğəmbərə xatir İmam Rıza ağanın ziyarət-i şəfaətin bu cəmə hamımıza nəsib elə ginən. Allah İmam Rıza Aleyhisselama xatir bu cəmin nə dərdi var, maddi mənəvi dərdlərinə dərman elə ginən. Allah İmam Rıza Aleyhisselamın ehtiramı xatirinə sahibə zamanımızı səlamət və zuhurun təcil elə ginən. Allah İmam-ı Zaman ağanı sevən insanları, dəyərlərə qiymət verən insanları, ağıllı, müdrik insanları hamılarını müvəffəq-i mənsur elə ginən. Şəhidlərimizi qəriq-o rəhmət elə ginən. Pərvərdigar aləm səni and verirəm İzzət-i Cəlalıma. Gün o gün olsun müsəlmanlar bütün yerlərdə Allah müsəlmanları, həqiqi müsəlmanları, o müsəlman adından istifadə edənlərdən danışmıram ama həqiqi müsəlmanları Allah hər yerdə qalib qərar versin inşallah. Allah'ın verə öz İzzət-i Cəlalı bizləri də inşallah həqiqi müsəlmanlardan ayrı salmasın inşallah. Pərvərdigara müsəlmanlıq bir nemətdir, əmrə təslim olmaqlıqdır. Müsəlmanlıq yolunda əmrə təslim olmaqlıqda hamımızı müvəffəq və mənsur elə ginən. Allah'ım səni an verən bu müqəddəs günə xatir bu cəmin bir daha nə hacətləri varsa hacətlərini rəva eylə ginən. Bütün dualarımızın qəbul olmasına Peyğəmbər zamanına bir salavat deyək. Allahümmə salli ala Muhammed və ali.